Bu qəşəng ideya oldu. Göstərim düşündü. Yəni heç də boşuna deyildi. Nə baş verir? Mən nə olur? 16 mart limitin nəhayət ki qırıram. Demək gəlirəm, yanvar ayında direktorluq açıram. Qızları nə dəfə yazmışamsa, bir 5 qız gətirir, bir 6 qız gətirir, bir 10 dənə gətirir. O onu ötürür, bunu ötürür. Vurmuşam da qrupu bir-birinə belə. O necə siz çəkəcək. Mən də qrupu vurmuşam birinə və mən yanvarda oluram direktor. Ondan sonra. Çünki axı hafif davranırdı tərbiyəsindən. Axı necə deyim, belə güclü təsir eləmədi, qorxa-qorxa, utana-utana. Və nə başlayır? Mən bir ildən sonra olaram direktor. Növbəti kataloq olan baş direktor. Direktor olan 750 manat maaş alır. Baş direktor olan 1200 manat maaş alır. Təzə ki 16 manatı xəyallayır adam. Elə şimdi 1200 manatı gözüm. Yoldaşım da deyir ki, sizi aldadırlar. O pulu sənə verməyəcək. Verməyəcək. Nətər yəni verməyəcək? Biz bu qədər adam yığmışıq, bu qədər məhsul satmışıq şirkətçə. Deyim, yox, sizi aldadırlar da. O pulu oradan çıxartmayana qədər mən ona inanmayacağım. Sonra nə başlayır? Sonra növbəti kataloqlar keçir. Bu qızlara böyük bir enerji ötürmüşəm ki, sən direktor olacaqsan, ona deyirəm, sən direktor olacaqsan. Və gəlib mən bir kataloq ərzində 2 dənə zıvan yaşıram. Həm gümüş, həm qızıl. Maaşım qalxır 2700 manatdan. Sonra ondan bir növbəti kataloq oluram yahut maaşım qalxır 3000 manat, 2900, 3000. Sonra keçir bu müharibə rəfəsi idi. Müharibə oldu, bitdi. Müharibədən sonra mən oldum Brilliant direktor. Ki 1 yanvarda direktor olmuşam, 2020-də direktor olmuşam, 2021-də Brilliant açmışam. Bir il ərzində 6 dənə rütbə açmışam, ən yüksək rütbə. Yəni şirkətdə nə qədər bu rütbələri bir ardıcıllıqla açan bir lider olurdu. Maaşım olur 3500. Sonrasında yəni biz oluruq böyük bir komanda. Komandamız günü-gündən böyüyür. Mən 2022-ci ildə qərar verirəm ki, rütbəmi bir zvaniyada yüksəltməliyəm. Oluram elite direktor. Maaşım yüksəlir 5000 manata. Maşallah. 5000-6000 və bu günləri artıq rütbəmizi təsdiqlədik. Mən 10.800 manat premiya aldım. Hər kataloq 5000-6000 manat maaş alırdım. Maşallah. Olmuşam milli direktor. Daha da yüksək. Maşallah. Yəni hər 21 gündən bir gəlirlər. Bizdə aylıq deyil gəlirlər. Və hər 21 gündən bir artıq 9000 manat üstü maaş alırlar. Maşallah. Sizdə çox olur, həddindən artıq. Həm sektörü sevmişəm. İnsanlarla ortam və onları öyrətmək mən necə məndə bir növ xarakterimi deyil. Sevgimi deyil. O qədər şeydən çörəklə su Mənə keçiblər, yəni rəhbərlərin öyrədir. Necə gələcəksə mən sizi öyrətməyəcəm, mən də belə öyrədənlər olub, amma indi yox, indi mən də insanlara təlim edirəm. Yəni mən özüm təlim edirəm. Deyirsən, mən sata bilmərəm. Bax, əvvəlində görürsünüz, Turanə xanım da satışla başlayıb. Satışla başlamaq lazım.